Doktor, bizdə var bu donor deposu, yəni Bəli. yeni doğulan uşaqların Bəli. göbəyini götürürlər, donor kimi saxlayırlar. Var bizim bizdə bir şey? ölkəmizdə 2 dənə bu laboratoriya var, hansı ki mən olana əməkdaşlıq edirəm və uşağın bəzən pasientlər müraciət edir ki, bizdə uşaq olacaq, olarmı onu verək, istifadə edəsiniz? Yəni bu belə deyil. Mütləq şəkildə uşağın orada bir nüanslar vardır. Ananın keyseriyə yolla dünyaya gəlməsi, XX xromosom olmağı, yəni qız uşağı olmağı, bütün ananın genetik, autoimmun xəstəlikləri inkar olmağı, yəni artıq bu sahə ilə sırf genetiklər məşğul olur. Kesinlikle de olur da, yəni Bəli. Sırf genetiklər məşğul olur və laboratoriyada mən kök hüceyrə mütəxəssis kimi pasiyenti yoxladıqdan sonra müayinə əsasında ona diaqnoz qoyuruq ki, sizə 30 milyon mu, 50 milyon mu protokola əsasən və neçə seans? Bir seans, bəzən 1 aydan sonra, bəzən 6 aydan sonra ikinci seans. Bu mənim ixtiyarımdadır və pasiyentə köçürmək. Amma canlı hüceyrə, hüceyrənin canlılığı artıq laboratoriyada hazırlanır. Biz onlara orada son 1 aya qədər dondurulmuş hüceyrələr vardır. Biz sifariş etdikdən sonra artıq o hüceyrələr bəzən 7 gün, bəzən 10 gün, bəzən 2 həftə milyondan asılı olaraq. Çünki 30 milyondan 250 milyona qədər bir dəfiyə köçürə bilərik. Laboratoriyadan artıq sifariş əsasında belə İşlədiyimə görə